Salam uşaqlar. Bugün sizinlə biz 3 rəqəmli ədədlərdən danışacağıq. Dərsdə öyrənəcəyik. 3 rəqəmli ədədlər, mərtəbə cədvəli, mərtəbə vahidi, mərtəbə qiyməti, tapşırıqlar. Lalə həftə sonu dostları ilə parka getdi. Orada qoyulmuş hədiyyələri qazanmaq üçün müəyyən xal toplamalıydılar. Amma Lalə ekranda yazılan ədədi heç cür oxuya bilmədi. Çünki Laləgil hələ məktəbdə 3 rəqəmli ədədləri keçməmişdilər. Uşaqlar, gəlin birlikdə Laləyə kömək edək. Əziz şagirdlər, siz ekranda riyazi model görürsünüz. Buradakı təklik və onluq modelini daha aşağı siniflərdə öyrənmişik. Ona görə də bu sizə tanışdır. Bizim bugün öyrənəcəyimiz isə yüzlük modelidir. Uşaqlar, necə ki təklik modelində hər balaca model 1-i göstərirdisə, onluq modelində hər blok 10-u göstərirdisə, yüzlük modelində gördüyünüz bu bütün kvadrat 100-ü bildirəcək. Və əgər biz istəsək onu saymaq, məlum olacaq ki, bir yüzlük blokun içində 100 ədəd təklik yerləşir. Gəlin baxaq görək, riyazi modelimizdə hansı ədəd əks olunub? Uşaqlar, yüzlük bloklarımızın sayı 6 ədəddir. Onluq bloklarımız isə, bəli, afərin, onlar 5 ədəddir. Bizim 6 təkliyimiz var. Və yaranan ədəd 656. Uşaqlar, biz sizinlə indi 3 rəqəmli ədədlərin mərtəbə cədvəlindən danışacağıq. 3 rəqəmli ədədlərin mərtəbə cədvəli 3 sütuna bölünür. Bəli, ekrandan da gördüyünüz kimi, bu 3 sütunun birincisi yüzlük xanası, ikincisi onluq xanası, sonuncusu isə təklik xanasıdır. Daha yaxşı mənimsəyə bilmək üçün gəlin ekranda verilmiş ədədləri həmin mərtəbə cədvəlinə qeyd edək. Uşaqlar, modellə verilmiş ədədimizin neçə yüzlüyü var? Bəli, yüzlüklərimizin sayı 2-dir. Bəs onluqlarımız? Afərin, bizim 8 onluğumuz var. Təkliklərimiz isə 6 ədəddir. Həmin modellə verilmiş ədəd 286 kimi oxunur. Bəs 378 oxunan ədədimizin mərtəbə cədvəlini qura bilərikmi? Əlbəttə ki, bizim yüzlüklərimizin sayı 3, onluqlarımızın sayı 7, təkliklərimizin sayı isə 8-dir və 378 ədədinin də mərtəbə cədvəli hazırdır. Uşaqlar, öyrənməli olduğumuz növbəti ifadə mərtəbə vahididir. Bizim mərtəbə cədvəlində təklik, onluq, yüzlük adları qeyd olunmuşdu. Bu bizim mərtəbə adlarımız idi. Amma həmin mərtəbə adlarının altına yazılan rəqəmlər isə mərtəbə vahidlərinin sayını bildirir. Gəlin 3 rəqəmli bir ədəd seçək. Məsələn, bu ədədimiz olsun 746. Həmin 746-nın mərtəbə vahidlərinin sayını sizinlə birlikdə müəyyən edək. Yüzlük mərtəbəsində dayanan mərtəbə vahidimizin sayı, bəli, 7-dir. Həmin yazdığımız ədəddə onluqlarımızın sayı isə 4-dür. 6 isə bizim təkliklərimizin sayını bildirir. Əziz şagirdlər, gəlin mərtəbə vahidinə aid verilmiş nümunələrlə öyrəndiklərimizi daha da möhkəmləndirək. Nümunəmizin birincisində bizə deyir ki, onluq mərtəbə vahidinin sayı 3 olan ədədi tapaq. Onluq mərtəbəsində 3 dayanan ədəd
aşağıdakı ədədlərdən hansıdır? Əlbəttə ki, bu 736-dır. 736-nın onluğunda 3 dayanır. Gəlin həmin ədədi ümumi ədədlərimizin içindən silək. İkinci nümunədə bizdən istəyir ki, təklik mərtəbə vahidi ən böyük bir rəqəmli olan ədədi tapaq. Bunun üçün biz ilk növbədə ən böyük bir rəqəmli hansıdır? Bunu yadımıza salmalıyıq. Bəli, afərin uşaqlar, ən böyük bir rəqəmli 9-dur. İndi həmin 9 təkliklər mərtəbəsində dayanmalıdır. Bu ədədlərimizi seçə bilərikmi birlikdə? Əla, bu ədədlərin biri 369, digəri isə 109-dur. Həmin iki ədədi də ümumi ədədlərimizin içindən silək. Bizim qaldı iki ədədimiz 810 və 408. Nümunəmizi oxuyaq. Yüzlük mərtəbəsində cüt rəqəm dayansın. Baxaq ki, tapşırığın şərtini ödəyirmi? Bəli, yüzlüyündə 8 dayanıb. 8 cütdür. Digər ədədin yüzlüyündə 4 dayanıb. 4 də cütdür. Deməli, 810 və 408 ədədləri bizim üçüncü nümunənin qarşısına yazıla bilər. 810 və 408. Həmin o iki ədədi də siyahıdan sildik. Uşaqlar, bizim ədədlərimiz qalmadı, nümunələrimiz tamamlandı. Deməli, biz mərtəbə vahidlərinə aid nümunələri daha yaxşı mənimsəmiş olduq. Mərtəbə vahidindən sonra öyrənməli olduğumuz növbəti anlayış mərtəbə qiymətidir. Uşaqlar, mərtəbə qiymətinin mərtəbə vahidindən fərqi odur ki, bu zaman biz həmin rəqəmin ədədin içində necə oxunuşuna baxacağıq. Məsələn, ekranda 486 ədədini görürük. Burada mavi rəngdə verilmiş rəqəm 4-dür. 4-ün mərtəbə qiymətini soruşur bizdən. Bəs sizcə 4 rəqəmi həmin bu ədədin içində necə oxunur? Bəli, 4 rəqəmi burada 400 deyə oxunur. 486. Deməli, 4-ün mərtəbə qiyməti 400-dür. Bəs 8-in mərtəbə qiyməti neçə olacaq? Düşünün, 8 necə oxunur bu ədədin içində? 486. Bəli, biz onu 8 deyil, 80 kimi oxuyuruq. 6 rəqəminin mərtəbə qiyməti isə dəyişməyəcək. Ona görə ki, o təklikdir və necə yazılır, elə də biz onu səsləndiririk. 486. Uşaqlar, bayaq öyrəndiyimiz qaydaya əsasən, gəlin bizə verilmiş nümunələrdəki ədədlərdə altından xətt çəkilmiş rəqəmlərin mərtəbə qiymətlərini tapaq və birləşdirək. İlk ədədimiz 735-dir. 735 ədədində 3 rəqəminin altından xətt çəkiblər. Bəs baxaq, 3 rəqəmi bu ədədin daxilində necə oxunur? 735. Bəli, deməli biz 3 rəqəminin mərtəbə qiymətini 30 deyə müəyyən etdik və birləşdirdik. İkinci ədədimiz 179. Burada təklikdə dayanan 9-un altından xətt çəkiblər. 9 necə səslənir? 179. 9 elə yazıldığı kimi də səsləndi. Deməli, onun mərtəbə qiyməti sadəcə 9-dur. 310. 310-da 3-ün altından xətt çəkiblər. 310. Bəli, biz 3-ü 300 kimi oxuduq. Növbəti ədəd 824. Burada 8-i necə oxuyuruq? Əla, afərin sizin hər birinizə. Burada biz 8-i məhz 800 kimi səsləndirdik. Uşaqlar, 208. Burada 0-ın altından xətt çəkiblər. Siz orada nəsə eşitdinizmi? Mən eşitmədim. 208. Heç bir şey eşidilmir. 0-ın elə mərtəbə qiyməti hər zaman 0 olur. 900. Bu ədəddə 9-un mərtəbə qiyməti 900. Və sonuncu ədədimiz 457. Burada 5-i necə oxuyuruq?
Afərin. 5-i biz 457, 50 deyə səsləndirdik və 50 ilə birləşdirdik. Afərin sizə. Uşaqlar, bütün bu öyrəndiklərimizdən sonra Lalə çox sevinclidir. Ona görə ki, artıq o ekranda yazılan ədədi oxuya bilir. Bəli, ekranda 276 yazılıb. Tapşırıqlar. Uşaqlar, videoya fasilə verərək ekranda yazılmış məsələni oxuyun və həll etməyə çalışın. İndi isə gəlin məsələnin izahına nəzər salaq. Ayxanın fikrində tutduğu ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin qiyməti 800. Onluqlar mərtəbəsinin vahidlərinin sayı isə 5-dir. Əgər bu ədədin rəqəmlərinin cəmi 17 olarsa, Ayxan fikrində hansı ədədi tutub? Bu tip məsələləri daha rahat və düzgün həll edə bilmək üçün mütləq model çəkmək lazımdır. Baxın uşaqlar, söhbət neçə rəqəmli ədəddən gedir? Əlbəttə ki, söhbət 3 rəqəmli ədəddən gedir. Biz 3 ədəd boş xana çəkək. İndi isə tapşırığın şərtində bizə verilənləri, yəni məlum olanları qeyd edək. Biz nə bilirik? Bilirik ki, yüzlüklər mərtəbəsindəki rəqəmin qiyməti 800-dür. Yəni, yüzlüyümüzdəki rəqəm 8 olmalıdır ki, bu 800 deyə səslənsin. Onluğumuzu da bilirik. Onluğun vahidlərinin sayı 5-dir. Onu da qeyd edək. Bizim bilmədiyimiz təklikdir. Təklik haqqında məlumat verməyib, amma bizə bir ipucu verib. Həmin ipucu ondan ibarətdir ki, həmin bu 3 rəqəmi topladıqda cavab 17 eləməlidir. 2 toplananımız var. 8 və 5. 8-in üstünə 5 gələndə nə edir uşaqlar? Əlbəttə ki, 13 edir. Bəs 13-ün üstə daha necə gəlməliyəm ki, 17 olsun? Əla, bu 4 rəqəmidir. Deməli, mənim təkliklər mərtəbəsində 4 rəqəmi dayanmışdı. Gəlin, birlikdə yenə bunu yoxlayaq, görək düzmü işlədik. Yüzlüklər mərtəbəsindəki rəqəmin qiyməti 800 oldu mu? Bəli, oldu. Onluqlar mərtəbə vahidinin sayı 5 oldu mu? Oldu. Təkliyinə 4 yazandan sonra rəqəmlərin hamısını toplayanda cəm 17 edirmi? Edir. Deməli, biz düzgün işləmişik. Təkliyimiz 4-dür, ədəd isə 854 oldu. Mən inanıram ki, bayaqki fasilədə siz məsələni həll etmişdiniz və 854 cavabını almışdınız. Tapşırıqlar. Videoya fasilə verməklə ekrandakı tapşırıqları yerinə yetirin. Əminəm ki, hər biriniz bu işin öhdəsindən uğurla gəldiniz, elə isə birlikdə izahına nəzər salaq. 740 ədədində 7 yüzlük, 4 onluq və 0 təklik var. Bəs 740 ədədində neçə onluq var? Uşaqlar, bunu bilmək üçün onluğumuzu tapıb altından xətt çəkirik və özündən əvvəlki ilə birlikdə oxuyuruq. Bu 74 edir. Yəni 740 ədədində 74 onluq var. 740 ədədində 7 yüzlük varsa, neçə təklik var? Bunu bilmək üçün əvvəlcə bizə verilən rəqəmi silirik. Yəni 7 yüzlük artıq qeyd olunub. Bunu silirik. Təkliyimizi tapırıq. Bu 0-dır. Özündən əvvəlki ilə bərabər oxuyuruq. Deməli, 740 ədədində 7 yüzlük və 40 təklik var. 836. Bu ədəddə yüzlüklərin sayı bilinmir. 2 onluq, 16 təklik qeyd olunub. Gəlin əvvəlcə 2 onluğun 20, 16 təkliyin elə 16 olduğunu qeyd edək. Baxaq, yerdə nə qaldı? 20 və 16. İkisi birlikdə 36 edir. 836-dan 36-sını qeyd etmişik. Yerdə nə qalıb? Bəli, yerdə 800 qalıb. Bəs 800 neçə yüzlükdür? Əla, 800
800-lükdür. 836 ədədində 800-lük, 1 onluq, bəs neçə təklik var? Onu tapmalıyıq. Gəlin verilənləri açıq şəkildə yazaq. 800-lük 800 deməkdir. 1 onluq 10 deməkdir. 800 üstəgəl 10. 810. 836-dan 810-u artıq verilib. Yerdə 26 qalıb. Deməli, 26 bizim təkliklərimiz olacaq. Bu qədər. Uşaqlar, daha bir dərsin sonuna gəldik. Bu dərsdə biz sizinlə birlikdə 3 rəqəmli ədədlər, mərtəbə cədvəli, mərtəbə vahidi, mərtəbə qiyməti haqqında öyrəndik və tapşırıqları həll etdik. Bugünlük bu qədər. Növbəti dərslərdə görüşərik.